Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Səsli Qız poemasının təhlili ilə bağlı müxtəlif məqamlara baxacaq. Təhlilə keçməmişdən öncə bir məlumatı qeyd edeyim. 10 avqust abituriyent hazırlığına, 1 sentyabr MİQ və sertifikasiya hazırlıqlarına başlayırıq. Ətraflı məlumat üçün 050 652 48 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Belə, keçək poemanın təhlilinə. Poema Saraya deyil, səsli qıza müraciətlə başlayır və heca vəznində yazılıb. Kitablarda Sara haqqında oxunulan məlumat səsli qıza danışılır. Əsərdəki hadisələr tarixdən alınmışdır. Əsərin ilk səhifələrini baş qəhrəmanı şərəfinə yazılmış mədhiyə adlandırmaq olar fikri səhvdir. İlk səhifələri Saraya dair proloq hesab etmək olar fikri də səhv məqam hesab olunacaq. Sənin səsin gözəl qız, səslərin ən gözəli deyəndə Sara deyil, səsli qız nəzərdə tutulur. Bu məqamlara xüsusilə diqqət edin, hər biri demək olar ki, tez cavablardır. Əsərdə vətənin çox ucuz qiymətə satıldığı fikri vurğulanır. Qalib hökmdar məğlub ölkəni 6 ay mühasirədə saxlayır. 6 ay müharibə edirlər. Fikri yanlışdır. Baxın, burada hansı məqam var? Qalib hökmdar məğlub ölkəni 6 ay mühasirədə saxlayır. Testdə bəzən düşür ki, 6 ay müharibə edir. Təbii ki, bu məqam səhv məqam olacaq. Məğlub şahın vəziri ona xəyanət edir fikri də yanlışdır. Çünki belə bir məqam yoxdur. Əsərdə dünənki hadisələrlə ertəsi günkü hadisələr qarşılaşdırılır. İnsanlar qalib şahı qarşılamaq üçün zorla küçələrə çıxarılırlar. Müəllifin hadisələrə münasibəti var. Burada ümumiyyətlə insanların belə deyək də insanlardan istifadə olunur. Baxın, burada insanlar qalib şahı qarşılamaq üçün zorla küçələrə çıxarılır. Bir növ insanların əməyindən mi deyək, insanlardan istifadə olunur da öz məqsədləri üçün. Bu Qurbanəli bəy hekayəsində də bu məqam var. Orada da insanlar belə deyək, qonaqları əyləndirilmək üçün zorla qonaqların qarşısına çıxardılır. Müəllif insan xarakterindəki təzadlı məqama da bu əsərdə toxunub. Poema bütünlüklə dördlük bəndlər üzərində qurulub, fikri yanlışdır. Düşmən şahın gəlişi bayram olunur. Qalib şahın xarici görünüşündən də əsərdə söz açılır. Məğlub ölkə cənnətə bənzədilir. Bu məqamlar da sizin üçün faydalı məqamlar olacaq. Qalib şah qan içən hökmdar, uğursuz xaqan kimi təqdim olunur. Baxın, bunlara xüsusilə diqqət edin. Gəlib məğlub şah verəcək. Məğlub şah qan içən hökmdar kimi təqdim olunur. Xüsusilə də qalib şahı uğursuz xaqan kimi təqdim olunmasını yadda saxlayın. Çünki bundan istifadə edirlər. Məğlub şah bir ölkənin pənahı, Allahlıq iddiası edən hökmdar kimi təqdim edilir. Qalib şah ölkəni işğal etməmişdən əvvəl də insanlar xoşbəxt deyildi. Bunun əksini verən fikirlər təbii ki, səhv məqam olacaq. Qalib şah məğlub şaha vəziri vasitəsilə xəbər göndərir ki, malın, mülkün bizimdir, əvəzində canın amanda olacaq. Şaha qarşı çıxsan, qılınc çalıb qazanacaq. Baxın, qalib şah məğlub şaha vəziri vasitəsilə məlumat göndərir. Müəllifin fikrincə, güc qarşısında aciz qalmış insanlar zülm edənləri bağışlayır, hətta dadsız gülürlər də. Əsərə əsasən qadınlar qul bazarında satılmağa, kef məclislərində işğalçıları əyləndirməyə, işgəncələrə məruz qalırlar. Bu, səhv eləmirəmsə, MİQ sualı olmalıydı. MİQ-ə düşmüşdü bununla bağlı bir məqam. Əsərdə qadın hüquqsuzluğuna yer verilib. Bu da, səhv eləmirəmsə, MİQ-ə düşmüşdü. Qalib şah öz qələbəsində vəzirinin rolunu da təqdir edir. Məğlub şahın düzəltdiyi saray qalib şaha qismət olur. Çiçəkli, güllü saray, belə bir məqam var idi orada. Saranın oxuduğu Bağlar rədifli şeirində bağlar simvoldur. Saranın səsində ölkədə qaynayan kin, hər zaman demək olar ki, bax bu, demək qəbul imtahana düşən məqamlardır. Ona görə diqqətli yanaşın bu məsələyə. Demək, Saranın səsində qaynayan kin, mahnının sözlərində isə doğma yurda dərin məhəbbət öz əksini tapmışdır. Sara demək neyinir? Oxuyur, rəqs edir, şərab verir, şahın əlini öpür, qalib şaha padişahım deyə müraciət edirdi. Sara öz yurdunu həqarətdən, zülmdən qurtarmaq istəyir.
kimi məqam doğru məqam olacaq. Sara məclisə gələndə intiqam almaq üçün gəlməmişdi. Bu məqamda xüsusilə yadda saxlayın. Sara çətin durumda qaldığı zaman Arqundan kömək umur. Sara atacağı addımda tərəddüd etmir. Daha sonra bir qızın cəsarəti yerli xalqın mübarizə əzminin coşmasına səbəb olur. Hansı ki o zəhərləmə məsələsindən təbii ki danışırıq. Saranı Qalib Şaha yerli xalq, baxın yerli xalq ha, məğlub şah və digər məqamlar səhvdir təbii ki. Yerli xalq ölkəmizin ulduzu kimi təqdim edir. Əsərdə müəllifin məğlub şaha münasibəti var. Müəllif Saranın Qalib Şahı zəhərləməsinə haqq qazandırır. Fikri yanlışdır. Belə bir məqam yoxdur. İnsanların zorla şənlənməyə məcbur edilməsi həm bu əsərdə, həm də Qurbanəli bəy əsərində var idi. Bunu mən təhlilin əvvəlində demişdim. Sən kimdən çəkinirsən? Qız hara, susmaq hara ifadələri Saraya deyil, səsli qıza deyilir. Müəllif ölkədə baş verənlərin əsas səbəbini məğlub şahda görür. Məğlub şah ölkənin çətin günündə öz mənafeyini düşünür. Əsərdə müharibə zamanı qadınlara işgəncə verilməsi məsələsinə diqqət çəkilir. Müxtəlif təbəqələrdən olan insanlar vətənin işğalına münasibətdə yekdil fikirdədirlər. Fikri yanlışdır. Çünki orada din xadimlərindən var idi, belə deyək, onlarda yekdil fikirlilik yox idi. Məğlub şah mühasirə zamanı xalqın ümid yerinə çevrilir kimi məqam doğru məqam hesab olunacaq. Müəllif ölkənin Qalib Şaha məğlub olmasının səbəbini açıqlayır. Səbəbi bunlardır. İnsanların bəziləri öz ölkələrinə qarşı etinasız münasibət göstərirdilər. Məğlub şahın öz ölkəsinə etinasız münasibəti kimi məqamlar bu səbəblərdir. Ölkənin işğal edilməsinin təsvir edildiyi səhifələri əsərin proloqu saymaq olar fikri səhvdir. Bu